Nəhayət ki, bugün yeni motomuz haqqında video çəkmək nəsib oldu. Elxanı bir çoxunuz tanıyırsınız. Motosikletlər barədə filan belə maarifləndirici videolar çəkir. Çoxdan da danışırdıq, bu ilk canlı görüşümüzdür. Elə dedik bir yerdə yola çıxaq. Elxan, sən elə ki bir aylıq gedirsən. Mən eləyəm də, yığıb-yığışdırıb gedirəm könüllü. Yüngülvarı bir yol seçirik, çünki çox vaxtımız yoxdur. Yəni ki, istiqamət Sumqayıt istəyəcəm belə bir yüngülvarı baxacaq. Həm çoxdan da motosiklet haqqında istəyirdiniz danışım. Fikirlərimi deyəcəm, inşallah yolda danışarıq. Sən bugün professional sürüşlə də o gəlirsən. Mən sənə baxıram da, səndən öyrənəcəm. Bismillah, getdik. Həmişə Natiq müəllimlə də yolda gedəndə ən böyük problemlərimizdən biri dönmə işıqlarımız yanılı qalır. Gah o mən deyirdi, gah mən ona. Ümid edirəm səndə elə bir problem yoxdur. Ya, narahat olma, qəti şəkildə. Güzgümün biri də düşdüyünə görə polnu səni görməyəcəm usta. Biraz tez çıxsaydınız. Güc ver. Tut. Şöyle mən sənə baxmıram. Arkaya baxanda şey oluram. Yo, arkaya baxma. Mən narahat olma, reqlovka eləyəcəm mən, sən narahat. Tamam, mənim ləfəş sürətimə görə özün... Ay, itiyemişdi bizə. Təkər boydadır. Keçənci cəriməmdən sonra bura gələndə, piyada keçidinə gələndə yaxam, bitər olam. Yeri gəlmişən izləyicilərin bilmirində, o şəkili qoydan salam qalar. İlk cəriməmi 2 ildən sonra yedim, hələ motosiklet sürəndən cərimə yeməmişdim. O da ki, keçiddə. Dedim, yavaş-yavaş geyirəm də, bir də gördüm ki, axşam cərimə gəlib. Yəni, piyada keçidində gözləməmişdim. Ayda, nə gözəl hava varmış. Çox qəşəng vaxt seçmişik. Çox əladır, hə. Düşüm qabağa biraz. Hə, düş. Sən mən baxas olsan ancaq geridə qalasın. Mən də kaskı bağlayayım, ləzzət elədi, hə. Yeri gəlmişən təzə kaskımı motobazdan almışam. HJC-dir. Çox yaxşıdır həqiqətən. Hətta deyərdim ki, ilk dəfə də belə qəşəng kaskım var. Yəni külək demək olar ki, keçirmir. Digər kasklarım da yəni ucuzvarı kasklar olmayıb. Amma onlarda belə külək falan çox hiss olunurdu. Motosikletdə də düşünürəm ki, belə çox külək zad eşitməmək vıyıltı falan o da biraz sürüşdə əminlik verir adama. Ona görə yəni qəşəng kaskdır. Prosta bu ağa almırdım. Motobazda Rüfət bəy zorla dedi ki, qardaş çıx bu standartlıqdan. Nə qədər qara olar? Yəni qara gündə olmaq lazım deyil də. Ağa çıx. Dedim, yaxşı qardaş, bu dəfə çıxacam. Dedi, yaraşır, götür ağı. Yaxşı görsən, hə? Çox qəşəng görsənir. Rüfət ümumiyyətlə nə deyirsə, deməli bir şey bilir ki, deyir də. Mən həmişə ona güvənirəm elə mövzularda. Birinci bir dənə buradan benzin vuraq. Yeri gəlmişkən deyim, bu motosiklet Babat benzin lokkulladır. Ən azı bir 100 km zat gedəcək. Təxmini indi görək bu benzin nə qədər gedəcək. Döndük. Sənin dönmələrin yağ kimidir, mənə gör, əziyyətlə dönmək. Hara getdi? Deyirəm də dönmələrdə problemim var. Problem görmüşdüm, eləsi görməmişdim. Gelib Ağdaşdan zatdan quruq eləyib gəl. Qardaş, premium olacaq fonuna. Neçə at gücüdür abi? Qardaş, heç bilmirəm ki, nə sən. Elə özüm at kimi sürürüm. Bunlara bax, Apache'lər. Sağ ol səni. Özdə Harley nömrəsiz. Heç gözə girmir, ha. Gətir. Bax, bir dönməyimə bax indi bir dənə mən. Biraz buradan indi normal döndüm. Yola bax. Bax, dönəndə indi bilmirəm, məni uzaqdan görürlər az çox yox. Dönəndə birinci baş dönür, baş. Baş dönməlidir, sonra bədən dönməlidir. Bu qol boş qalanda bax dönürəm, məsələn, başım döndü, sonra bədən dönür. Elə də, olsa baş döndüyü istiqamətdə bədən dönür. Yəni başa düşdün? Az danış da yığada. Gəl. Mən biraz belə düz sürəndə pis deyiləm. Əsas elə düz sürəndə heç kim pis deyil də. Problem düz sürmək deyil ki. Düzdür. Və yol görsən cıngıl-mıngıldır. Ona görə yavaş dönmək lazım. Maksimum zəif dönürsən. Qaqa, normalda da olsa mən zəif dönürəm, narahat olma. Çox getdim bax, məsələ. Sən o qədər dönməli deyildin, məsələ. Yox, indi bir dənə fikir verdim ki, başım mənə dönmürüm şey, qardaş. Baş döndü, qol düşür avtoma aşağı və dönə bilirsən rahat. Bir gün bir boş yer olar, orada şey eləyərik biraz. Demək, dəyərli izləyicilər, yəni bugünə qədər çox motosiklet sürdüm, çox hərdəm xəyallıq eləmişəm, özünüz də bilirsiniz zaten. Ronin ilə başladım, ay nə bilim Napoleona keçdim, MT-yə keçdim. Sonra siz hələ bilmirdiniz, mən bir 6 ay kimi CLC 450 sürdüm. Onun haqqında heç bir paylaşım etməmişdim. Sonra getdim sport sürmək istəyirdim. Yeri gəlmişəm, Əlixan deyim, sportun üstünə oturdum. Bir dənə döndərməyə çalışdım. Dedim, qardaş, qaytarım o yerinə. Yəni, onda bildim ki, sportda mən anladım ki, mənim döndərmə qabiliyyətim yox dərəcədədir də. Çünki bu sportda çox hiss olunur. Yəni, sport götürməyə getmişdim. CLC 450 götürdüm. Yəni, sonra deyəcəm, niyə MT-ni
satdım. Əlxan gedir. Elə bilir ki, İndi baxdım Arxasında hələ ki sür- yoxsa. ki, qaqa. Bax bura yaman gündədir, biraz böyükdür bu. Çalış ayağı elə yerdə sürütdüyüb aparma. Böyük motosikletlərin mənfilərindən biri budur ki, biraz dar aralıqlarda bir balaca gözləməli olursan. Yəni bu artıq mənə biraz sürüş qabiliyyətlərimdən deyil, həqiqətən motosikletin boyundan, buxunundan da fərq eləyir. Niyə ayağımı elə dedin eləməyim? Ayağı yerə qoymaq birincisi yaxşı bir şey deyil. Çalış maksimum, bax motosiklet dayanmadıqca, bax görsən mən məsəl görsən gedir də saxlamışam əldə. Yəni birincisi o sən balansı qorumağı öyrənirsən. İkincisi yerdə bir də görsən daş falan çıxır, böyürdə yekə beton olur, daş olur. Ayağın betonla şey arasında ilişib qala bilər. Ona görə maksimum tam dayanmadıqca sən balansı qorumağa çalışmalısan motosikletdə. Və görsən mən bayaqdan yerə qoymamışam məsələ. Sürət getməyə nə var ki, yavaş getmək çətindir. O da stabillikdən çox şey asılıdır da. Bax, indi ayağıma qoymadan getməyə çalışın. Qoy da abi, ayağı bir yerə qoy, bir də deyim ki, gördünüz bu da qoydu. Qoydu, ayağı dəydi. Arada lazımdır, arada lazım toxumluq. Yeri hiss eləmək lazım. Əsas odur yersən hiss eləməsin. Yox. Baxın belə qəşəng sürət yığması var, ləzzət edir adama. Və səs tırkalır yeri gəlmişkən. Bu bendaların ən üstün cəhətlərindən biri dəyərli izləyicilər. Səs və görüntüdür. Kitaylar nə ilə olmasalar da, yəni ən birinci bununla cəlb eləyirlər də adamı. Adamların bildiyin çox güclü marketinq siyasəti var. İnsanların psixologiyasını bilirlər. Səs və görüntü. İmeni bu Dark Flag-ın da səsi çox möhtəşəmdir. Yəni hətta deyərdim ki, aldığım yeganə motosikletlərdən biridir ki, yəni alanda fikirləşmirəm ki, biraz sürəndən sonra bu bir dənə klişiterin falan dəyişdirdim. Çünki polnu bəhs edir də, yəni səs polnu bəhs edir. Yəni səs baxımından deyim ki, çox gözəldir. Bunun iki növü var. Bir qoşa klişitellə olanda, bir də mənim kimi belə tək bir uzundur. Məndə təkdir. Bunun səsini daha çox xoşlayıram. Biraz daha yoğun və baslıdır. O birinin səsi bir balaca bundan nisbətdə daha balanslı çıxır. Mən biraz belə balanssız, belə baslı səs xoşlayıram deyə. Bu mənə polnu kifayət eləyir. Belə də həmişə ehtiyatlı olmaq lazımdır. Çünki iri maşınların qabağına həmişə uşaq, adam qaçır. Bəli. Mən də elə onsa görməyəndə həmişə narahat oluram. Yəni maşının yanından nə bilim hər şey çıxa bilər də, adam, maşın, motosiklet. Getdi, vay, hara getdi? Başa nə oldu? Dedim yəqin keçərsən. Avtobus silədi səni, gəl. Hə, bax qızma, qızdı bax. Mazgimi xarab elədi, bu da. Yeri gəlmişkən heç vaxt belə motosikletdə əsəbləşmə olmaz. Motosikleti yola verməyə bacarmaq lazımdır. Çünki ani belə adrenalin partlayışları falan insana çox risk ata bilər. Konkret həyatını təhlükəyə ata bilər. Bax yenə başım dönmür. Məncə mənim boynumda falan. Motosiklet sürəndə bir fəlsəfə var. Yol vermək mədəniyyətdirsə, yola vermək incə sənətdir. Burada yola vermək lazımdır. Çünki burada bu nədir? Ciyərim sırıldı. Hə. Bax, heç vaxt gedib maşının düz arxasında dayanma. Bilirəm, ortalamaq lazımdır qəzaya görə ki, toster kimi ləppələməsinlər. Hə. Çalışıram onu. Prosta ki, sən qrup sürüş saat belə. Hə, oraya var idi. Nəysə. Qrup qalar idi deyə. Gözləyirik. Hazırsan 3, 2, 1, getdi. Bastın. İndi də döndük, solu yandırıram. Burada hələ yox. Bax, indi solu yandırdıq. Dönürük sola, buradan da sağı yandıracam. Nə olar ki, indi mən dönəməyəndə yaxşı, adamı belə acıq verərlər. Deyirəm ki, kənardan baxıb bir şey eləyəsən də. Məsələn, dönəndə görsən, ayağımı əslində açmaq olmaz, prosta mən elə belə arada bir. Bax, belə eləməsin, bax, görsən. Sən eləmə, indi elə belə eləyirəm. Bir də belə getdim də, sürüşdüm belə. Piyada keçidir ki, yuxularıma adımı girməsə yaxşıdır. Adamın ilk cəriməsi piyada keçində olmaz da. 300-lə, 400-lə zatla olar bir sürətlə zatla. Yoxsa onunla piyada keçilir. Sən buynuzlarında varmış ha. O xüsusidir də, yerə yıxılanda şey eləyir. Belə saxlayır məni. Bəlkə də Wi-Fi zat antenadır. 60-70 saniyədir. Oturub burada bir abedimiz eləyə bilərdik burada. Adam tıncıxır. Hə. Benzinə qənaət eləyirsən, qa? Hə də o boyda şey lom. Cəmaatı da narahat eləmək istəmirəm. Nəhayət bitir, tez keçmək lazım. Biraz ümid edirəm üstübə çıxmaram sola dönən. Yo. Mən sənə güvənirəm.
Sən çox da güvənmə mənə. Elə o problemdir. Dönün görəkdən az Hə, ölüm. Gir. keçin. Yavaş ehtiyatlı ol. Görürəm, narahatam. Ümumiyyətlə bunu danışarkən, yəni özünüz mənim sürüşümü yolda görürsünüz, özüm ləpəş kimi sürürəm. Yəni mən sizə nə məsləhət verə bilərəm? Məsləhət verəndə qabaqda gedir. Hə, məsləhəti ondan ala bilərsiniz. Ancaq mən öz təcrübələrimi bölüşəcəm ki, məsəl üçün mən niyə cruiser motosikletində, yəni bu motosikletdə qaldım? Niyə başqa yox? İmeyni məhz bu motosiklet. Çünki adventure kimi də, yəni adventure deməyə indi off-road tipli motosiklet idi. Onu sürdüm, TVS sürdüm və bir çox motosikletlər. Niyə yenə Bendaya qayıtdım? Əsas məsələ budur. Demək, MT-ni alanda düşünürdüm ki, qardaş, mən bununla gedəcəm daha azada, bəs vloqlar çəkəcəm, eləyəcəm. Yəni bir sözlə partladacam da, yəni dəhşət vloqlar çəkəcəm. Sonra onu sürəndən sonra motosikleti anladım ki, motosikletin off-road olması kifayət deyilmiş. Həmçinin sənə də off-road bacarığın olmalıdır. Həm də bir müddətdən sonra mən marketə zada gedirdim, eləyirdim. Motosiklet hündür idi. Hündür olduğu üçün biraz aşağı falan dayananda nə bilim geri çıxartmaq zat mənə çox diskomfort gəlməyə başlamışdı. Həm də hündürlükdə qalmağın bir müddətdən sonra başladı mənə qorxmağa, yəni qorxurdum. Hər zaman yıxılma qorxusunda olurdum. Özdə ilk motosikletim idi ki, onda yıxıldım 2 dəfə. Yolda yox, yerimdə yıxıldım. Dedim yox ey qardaş, o mənlik deyil. Qayıdıram öz motosikletimə. Elə o moment gəldim CF-ə ki, sport alacam. Həmişə deyirdim sport lazım deyil. Dedim qardaş, yoxlayım bu dəfə sportu. Orada VUM var idi, 500'lik. CF motonun VUM-u. Görünüşü falan çox xoşuma gəlirdi. Oturdum ki, sürüm. Döndərməyə çalışdım, gördüm motosikleti döndərə bilmirəm. Dedim, bu sport motosikletlərin dönməsi biraz tamamilə fərqliymiş. Yəni mənim kimi dönmə problemi olan insan avtomatik onu sportda özünü bəlli eləyir. Yox, dedim qardaş, mənlik deyil. Orada CLC-ni gördüm, zaten o vaxtdan almaq istəyirdim, aldım. Açığı 450 CLC yaxşı motosiklet idi. Yaxşı idi, xoşuma gəlirdi. Hər şey yerində idi. Yəni bir narahatçılığım yox idi ondan. Sürəti, yerindən götürülməsi falan. Sadəcə olaraq yüngül idi. Plus görünüşünü o qədər də sevmirdim. Məsəl üçün yenə dediyim kimi bu biraz da mənə aid məsələdir. Yəni bəzən çox adamlar bəlkə belə bir qorxusu yoxdur. Mən biraz panik insanam. Yəni yıxılma qorxusu həmişə məndə olur. Və yüngül motosikletdə küləkdən daha çox təsirlənir. Düz demirəm? Düpbədir. Elə bir ki, Napoleon məndə 230 falan idisə, CLC-sə 180 kilo falan idi. 50 kilo ortada falan hiss elədim onu. Başladım hiss eləməyə. 50 kilo fərq belə hiss elətdirməyə başladım mən. Ki, qardaş, bu nəsə çox yellənir biraz. Mən də ki, biraz küləkdən narahat olan insanam. Ona görə bir müddətdən sonra, yəni bir 6 ay sürəndən sonra dedim, yox qardaş, mən Napoleona qayıdacam. Çünki Bendada, yəni yeganə motosiklet idi ki, mən onu 140 falan sürürdüm. Yəni belə onun ağırlığı, yerə yapışması falan mənə güvən hissi verirdi. Dark Flag'ı da gözləmişdim, yəni açığı xoşuma gəlirdi. Nəsə bu Dark Flag'ı gözləmişdim, açığı yenidən Bendaya qayıtmaq istəyirdim. Dedim ki, daha bir də qayıdıb Napoleon Bob almayayım da. Yenə dönmə işıqlarım yanılı qalıb işarə eləyir ki, söndür. Dedim qardaş, Dark Flag'ı götürəcəm. Araşdırmışdım bu motosikleti, çox araşdırmışdım. İlk öncə deyim ki, çox gözəl motosikletdir. Mən motosikletdə görünüşü xoş deyirəm də qardaş. Nə yalan deyim. Əgər bir motosikletin görünüşü mənim üçün xoşuma gəlmədisə, mən motosikleti sürmərəm. Yəni onu almaram. Hətta istəyirəm 1000 cc, 2000 cc olsun qardaş. Bu dəhşət uçur da. Mənim üçün görünüş önəmlidir qardaş. Üstünə oturanda, qırağında baxa biləndə o ləzzət almalıyam ondan. Və Bendan demək olar ki, bütün motosikletləri bu baxımından üst səviyyədir qardaş. Səsi möhtəşəmdir. Bunu alandan sonra iCoolShit elinə əl eləyib, barmaq eləyib falan filan heç nə ehtiyac yox. Orijinal stok səs tonunu kifayət eləyir. Sürət, ilk öncə nəzərinizə çatdırım ki, bu tip motosikletlər sürət üçün deyil. Bizdə bura 180 yazılır. Mən YouTube-da falan baxmışam, onu 150 ilə saatla belə sürürlər. Mən hələ onlara toxum çatmayım bura. 110-120 sürmüşəm. O sürət mənə kifayət edir də qardaş motosikletdə. Yəni bu motosiklet sürət manyakı moto deyil. Daha çox stil, V4 səs, rahat kruiz və görüntü üçün hazırlanıb. Mən də çox sürət fokuslu insan olmadığım üçün, əsas görüntü və səsi sevdiyim üçün bu mənə kifayət edib. Sürüş komfortu, yerə yapışması falan çox qəşəngdir. Məsəl üçün, dediyim kimi, ya demirəm, qardaş külək vuranda dimdik qalırsan, amma qorxu hissi az olur bu motosikletlərdə. Ona görə məsəl üçün
ağır motosiklet mənə sərf eləyir. Küləkdə zətdə də çox mənə sağa sola itələmir. Yəni mənfilərindən bu motosikletin təkərlə nömrə arasında bir boşluq var. İndi o boşluğu mən doldurmuşam, AliExpress-dən sifariş vermişəm, bunun üçün satılırdı. Həmin o boşluqda nə bir qaz da belə sıxım ləzzət edir səsi. Yəni belə yüngülvari. O üçün bu boşluqdan çox pis palçıq atırdı. Yəni palçıq, qum, zat biraz sudan keçdi, hamısı belində idi. Ona görə mütləq onu bağlatmaq lazımdır bu motosiklet alanda ki, mən sifariş verdim, AliExpress-dən gəldi. Videoda göstərəcəm, görəcəksiniz zaten. Çox da qəşəng yaraşır, normaldır. Bağlatdım onu, bu bir mənfilərdən biri idi. Deyə bilərəm benzin, yəni digər motosikletlərindən nisbətdə, bundan qabaqki olan motosikletlərdə nisbətdə dəhşət çox gedir. Yəni bildiyi çox gedir. Yəni digər motosikletləri bir dəfə benzin vurub 300 kilometrə yaxın falan gedirdimsə, yəni bu şəhərdə bu nə bilim 150 mi gedir, 170 mi gedir? V4-dən ola bilər hə Elxan o, V4 motorda görə. Hə, ola bilər. Tork çoxdur deyənə. Hə, yəni Sən V4 sürət hər şey deyil də, əsas torkdur. Tork çox olduqca yanma da çox olur. Ona görə istər-istəməz benzini şappalayırsan. Mən sənə onun bir dənə plusunu deyim, ən yaxşı pluslarından biri. Aha. Zəncirlə deyil şeyi, ötürücüsü. Birbaşa şeyləndir, kəmərdəndir. Remin, hə. Baxım dərdi yoxdur bir sözlə. 100%. Uzaqbaşı nə vaxtsa neçə mində bir qırılacaq, aparıb dəyişərsən. 100%. Mənim cruiser motosikleti seçməyimdə ən böyük səbəblərdən biri odur. Remen olması. Yəni, ay nə bilim, hər moykaya saldın zəncir yuyum, hər sudaydı zəncir yağlayım. Hə, o dərd olmadığı üçün həqiqətən mənim üçün böyük plusdur. Bu tipli motosiklet alanda bir şey də mütləq nəzərə almaq lazımdır ki, çünki bunu Napoleondan görmüşdüm. Bu motosikletlər isinir qardaş. Yəni yayda o istiliyi hiss eləyəcəksən. Ayaqlarında dayansan, probkada falan biraz zəif getsən, ya belə yox, belə heç də hiss eləmirsən də. Biraz zəif getsən eləsən, yayda yandan qalxan istiliyi hiss eləyəcəksən yəni. Ön əyləcimiz də Brembodur. Ona görə motosikletin dayanmasında filan da heç bir problem yoxdur. Açığı deyim, çox gözəl görüntüsü var baykın. Yəni ki, mən normalda çox baykla, klassik baykları bəyənmirəm. Bəyənmirəm deməyək də, yəni zövqümə uyğun deyil də, tərəvəz bir tərzi var. Amma sənin baykının görünüşü çox məni cəlb eləyir, yəni həqiqi mənada. Motosikletin də apkatkasını yekunlaşdırandan sonra təbii ki, yaxınlaşdım motobaza. Qəşəng bir dənə motul yağı götürdüm. Yaxınlaşdım Bend Azərbaycanın servisinə naməlum yağı boşaltdıq. Motulu da cupladıq getdi. Və hər kəsə də motulu tövsiyə edirəm. Sırf motosikletimizin qeydini qalmaq istəyirsinizsə, deyirsiniz ki, motorum biraz daha uzun ömür olsun, yağ çox önəmlidir. Düzdürmü Elxan? Yəni yağda məncə sənə bir şey deyim. Mən bu motosikleti 1 ildir, 1 il olmayıb hələ, 1 il olacaq inşallah 2 ay sonra. Nə qədər sürmüşdün dedim bayaq? 100 min uşaqlar, 100 minə çatırıcı və məsələ nədir? Mən motuldan başqa yağ tökməmişəm. Ancaq motul tökmüşəm. Biri dedi yamalub tök, biri dedi filan şey tök. Mən ilk gündən bu günə motul tökmüşəm. Bu vaxta kimi bir dəfə belə mühərrikimdə problem olmuyor. Ustaya apardım arada ki, mühərrikimə bir baxın, funksiyonları falan dəyişmək üçün də 50 mində bir dəyişirəm. Bəli. Apardım, usta dedi ki, sənin motorun çox səliqəli, çox qəşəng qalıb da və buna əminəm ki, bunun əsas səbəbkarlarından biri yağdır yəni. Yəni ona görə yağın keyfiyyəti əsasdır. Ona görə həmişə deyirəm ki, yağ məsələsində qənaət etməyin. Ona görə ən yaxşısını tökün ki, özdə biraz da yaxşı motosiklet alırsınızsa, bahalı motosiklet alırsınızsa, yaxşı yağ tökün, vaxtında dəyişdirin ki, biraz motorun ömrü də uzun olsun. Motobaz Motolun Azərbaycandakı rəsmi nümayəndəsidir. Burada ən yeni gəlmiş müasir dəbilqələr, fərqli moto geyimlər, brend təkərlər, bir sözlə burada motosikletə aid bir çox şeylər tapa bilərsiniz. Özü də yüksək səviyyədə. Baxın. Ay səni. Üçüncü skorusda idim. Üçüncü skorusda 100. Çox yaxşıdır. Yox, torku çox qəşəngdir, xoşuma gəldi. Açığı deyim, baykın çox xoşuma gəldi, gözüm dəyməz narahat olma. Benzinim hələ kili 5 dənə göstərir. Tam da 5 dənə olmalı da. Tam da 6 dənədir. Hə, gəl Siyəzərə çatdıq işi. Vay, Siyəzəndəyik mi biz bu? Gəldik çatdıq 5 barmaq tərəfə. Maşallah buralar çox gözəl yaşıllanıb. Deməyə dönməyim baba. Ural döndərsə elə bir. Həqiqətən yekədə əslində qalası olsa, prost biraz da özüm yaxşı dönəmirəm. Yağış yağır, ümid eləyirəm artmaz. Çünki heç yağış şeyimində deyiləm. Artır ha sən deyim, amma
Çox gözəl yerlərdə ha, sənə deyim. Çox qəşəngdir. Ləzzətli yer. Bəh. Motosiklet belə yerlərdə sürürsən, qəşəng yüngül xodda dağların arası ilə, çəmənliklərlə zətdən ləzzət edir adama. Çox gözəldir həqiqətən. Özdə yağıntı çoxdur bu il. Hər yer yamyaşıldır. Yer gəlmişən güzgüləri çox yaxşıdır. Sağı solu yaxşı görmək olur. Mənim motosikletlərdə bəzilərində kiçik də olsa problemdir. Gözə balaca bir şey olur, görmək olmur. Çoxları bu güzgüləri çıxardırlar, böyürdən də vururlar. Ümumiyyətlə bu motosiklet customu sevən motosiklet, yəni çoxlu gözəl customlar eləmək olur. Üzərinə yaxşı şeylər qoymaq olar. Qəşəng vidi var ha. Özdə əsl buralıqdır. Elə bir Texasda gedirik. Ha, bura niyə radar qoyublar ha? Bu nədir belə? Yazıq tək qalıb burada radar. Ha, körəli be. Heç bəlkə də onun toku zad da yoxdur. Bura kimdə toku çəkən? Deyirəm, Harun, motosikleti neçə ildir sürürsən? Nə bilim, 2 il olar da yəqin ümumi. Başqa heç bir nəqliyyat vasitəsində bu xoşbəxtliyi, bu emosiyanı, bu küləyi, bu yağışı, nə günəşi hiss eləyə bilmirsən də. Ancaq bu ilə bu sevgidir. Ona görə insanlar aşiq olur motosikletə. Maşınla həqiqətən sadəcə olaraq minib, belə deyək də, getdiyin yerə çatırsan. Amma motosikletlə zövqdir, həqiqətən çox zövq alır insan. Yəni bir də bunun məcburi qaydası var da. Artıq tıxaclar o qədər artıb ki, insanlar məcburiyyətdən alternativ nəqliyyata keçirlər. Hal-hazırda 100 kilometr eləmişik. Və göstərici 3-ə düşüb. Polnu vuranda 6 dənə idi, indi 3 dənə göstərir hərəkəlik. Elə biraz siyəcəndə fırlanıb qayıtdıq geriyə. Bu motosikletin amortizatorlarından, pnevmasından falan danışım. Hani ilk başlanğıcda biraz adama qəribə gəlir pnevması, nə bilim, straforda dayanırsan, pis düşür. Gedirsən, qalxır eləyir, özü lazım olanda tənzimləyir də. Əsasən də motosikletdən düşəndə belə pıst eləyir, yanına yatır, elə bilsən ki, bu dəqiqə düşəcək. Neçə dəfə olub ki, belə əlimlə tutmuşam ki, düşdü. Amma bir müddətdən sonra öyrəşirsən. Amma həqiqətən mən əslində qalası olsa, yəni bilməzdim belə, amma komfort hiss olunur. Yəni bunda hiss edirsən ki, yumuşaqdır, yəni konkret yumuşaq. Yəni yumuşaqlıq hiss olunur. Bu da pluslarından biridir bu motosikletin. Onu da deyim ki, məsəl üçün yaxşıdır. O boyda yol gəldim, düşdüm, çıxdım. Yəni baxırsan ki, heç yanına ağrımır da. Diskomfort olan yerin yoxdur. Bu da o deməkdir ki, oturuş pozisyonu uzaq yollar üçün yaxşıdır. Yorucu deyil. Yeri gəlmişkən hal-hazırda 2 dənədir. Yəni benzin göstəricisi. 2 olur, gəh 1 olur. Birlə düşünürəm ki, parıldaya yəqin ki, bir 30-40 kilometr getmək olar. Amma bu motosiklet çox məntiqsiz bir şəkildə çox yandırır. Elxan da gördü, yəni qovmamışıq. Çox da belə rahat sürmüşük. Bir parıldayır. Bu bir dəqiqə mən hara getdim? Hara getdim? Bura səhv döndü. Səhv döndü. Amma şükür gəlib benzin doldurma məntəqəsində birləşdik. Obşim, belə deyək də 170-180 kilometr kimi. Yəni tam dolu bakla. Parıltı ilə bir rahat düşünürəm ki 30 izah da getməyə olar. Bu tez parıldayır məncə sensorda. Yəni benzin vuranda baxacaq. Elə benzini də vuranda gördüm ki, içində nə qədər benzin qalıb. Məncə 200-ü görərdi rahat qardaş. Yəni parıldayanda içində elə bir 6 litr kimi benzin var imiş. Şkala səhv göstərir onu, mən sənə deyirəm. Ya o boyda mümkün deyil, qardaş. Bakın həcmi 16 litrdir, indi 9 litr vurdum, yenə polnu oldu. Amma yazıb ki, real world-də yoxlanılanda 6-2-7 litr kimi, 7 litr. Elə deyirəm də, 240 saat gedər qardaş rahat. Yəni prosta qorxusur, sensor adamın qorxusu, qızır. Mən içini açdı, görmədin nə boyda benzin var idi orada. Şeydə də elə idi, Benda Napoleonda da elə idi. Yanırdı. Mən bir dəfə də getdim, gördüm mən 40 kilometr gedirəm, hələ də gedirəm. Saxladım, baxdım içində nə qədər benzin var idi. Yəni bunun statiki prosta çox tez göstərir. Daha dedik söhbəti bir kənara qoyub motonun ləzzətini çıxaraq. Şükür sağ-salamat gəlib evimizə, eşiyimizə çıxdıq. Qeyd edim ki, motonu Bendanın Azərbaycandakı rəsmi distributorundan almışam. Əgər lazım olsa, əlaqə nömrələrini və sosial şəbəkə hesablarını ekranda görürsünüz. Qeyd edim ki, Benda Dark Flag 500 bugünə qədər ən zövq aldığım motosikletlərdən biri oldu.